böyük narahatlıq var idi o vertolyot vurulandan sonra. Sonra Ermənistan kapitulyasiya aktını imzalayandan sonra Rusiya sülh məramları xalq bayram eləyirdi, amma yenə də inam sona qədər ki, doğrudan mı bitdi? Mətn üzərində oturmuşam, nazir müavini Fahir Rzayev kompüterin qarşısında düzəlişləri edir və hökumət telefonuna zəng gəldi. Mən telefonu götürdüm. Bizim hava qüvvələrinin komandanı Ramiz Tahirov zəng etdi həmin dövr. Mən telefonu götürdüm. Dedi ki, cənab nazirin, yəni Zakir Həsənovun xəbəri var. Onun tapşırığına sizə zəng edirəm. Bir hadisə baş verib. Nə hadisə? Bəs Naxçıvan istiqamətində uçan bir helikopter tərəfimizdən vurulub. İlk növbədə məlumat daxil olanda başa düşdüm. Bəli, belə bir yaxşı xəbər deyil. Ancaq müharibə gedir. Hələ ki, müharibə dayanmayıb, helikopter vurulub. Prinsipi bu baş verən hadisədir. Dedi ki, bizim sərhədimizə yaxın ərazidə Ermənistan üzərində baş verib. Yenə də bu məlumat tam təsəvvür yaradır. Çünki artıq biz bilirik ki, bizə təhdid yaradan bir sıra hallarda Ermənistan ərazisində S-300-lər də vurulmuşdu. Yəni bu birinci deyil ki, deyim ki, keçin. Peki, məlumatlar yavaş-yavaş daxil olmağa başlayır ki, bəs helikopter Rusiya hərbi bazasına aiddir. Bu Rusiya helikopteridir və pilotlar da Rusiya vətəndaşlarıdır. Bu təbii ki, bu problemdir. Bu ciddi bir məsələdir və bu məsələnin cənab prezidentə məruzə edilməsi. Dərhal telefon zəngi istədi. Cənab prezidentlə danışma növbətdə bu mövzu ilə bağlı 7 dəqiqə çəkdi. 7 dəqiqədən sonra indi kimi yadındadır. Cənab prezidentlə əlaqəyə çıxmaq imkanı oldu. Cənab prezident artıq xəbəri var idi.